Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə dua edərdi. Qəlbimdəki kini çıxar. La ilahe illallah. Günahlar, pis əməllər qəlbdə iz qoyur. Uca Allah buyurur. Xeyr, əksinə onların qazandıqları şeylər qəlblərini örtmüşdür. Yəni günahlar qəlblərini örtmüşdür. Muttaffifin surəsi 14-cü ayə. Amma qəlb təmizləndikdə və çirklərdən arındıqda qəlb genişlənir. Allah buyurur. Allah kimi doğru yola yönəltmək istəsə, onun sinəsini İslam üçün açar. Qəlbi rahatdır. Kimi azdırmaq istəsə, onun sinəsini sanki göyə qalxırmış kimi dar və sıx edər. Və Allah murdarlığı iman etməyənlərin üzərinə qoyar. İman etməyənlərin qəlbinə qoyar, deyir. Murdarlıq. La ilahe illallah. Ona görə ən çox kin, nifrət kimdədir? İman əhli olmayanlarda. Bir-birinə qarşı həsəd, bir-birinin gözünü götürməməsi, bir-birinə cadu elətdirməsi və s. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Kim müsəlmanların yolunda əziyyət verən bir şeyi maniyə qoyarsa, insanlar yol gedir, o yolu maniyə qoyursan. Yəni, o yola şüşə atırsan, əziyyət atırsan, insandan istifadə etdiyi yoldur. Ona Allahın mələklərin və bütün insanların lənəti olsun, deyir. La ilahe illallah.